Salamlar, hər birinizi xoş gördük. Burada vurma olmalıdır. Ona baxdım deyə videonu dayandırmışdım. Hər birinizi xoş gördük. 11-ci sinif 9 mart buraxılış imtahanı suallarının ikinci hissəsini sizinlə bölüşürəm. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Çünki belə görünür ki, 3-cü hissədə olacaq. Açıq suallar, ətraflı həlli yazılan sualları var. Sadəcə test kitabçasını mən paylaşmaq istəmədim. Ona görə həlləri, yəni bunun hamısını köçürdüb paylaşmağı daha düzgün bilirəm. Tangens kvadratı alfa plus 1. Bu bilirik ki, əsas trigonometrik düsturlardan biridir. 1 bölünsün kosinus kvadratı alfa deməkdir. Və 1 bölünsün kosinus kvadratı alfanı kosinus kvadratı alfaya vuranda bunlar ixtisar gelir. Burada sadəcə alınır 1. Birinci hədlə sonuncu həddə baxaq. Burada 4-ü vuruq çıxarsaq, 4 sinus kvadratı üstə gəlir kosinus kvadratı. Arxasıca da burada gördüyümüz çıxaq 1. Sinus kvadratı ilə kosinus kvadratı 1-dir. 4 vurulsun 1 verir 4, çıxılsın 1. İfadənin cavabı bərabər olur 3-ə. Belə bir sadələşdirmə sualımız var. Kəsir xəttini çəkirik. Bilirik ki, birinci surət bizə verir müxtəsər vurma düsturunu, yəni x minus 1-in kubunu. İkincidə 2-ni vuruq çıxartsa, qalır x kvadrata çıxılsın 1. Bu da x çıxılsın 1, x üstə gəlir 1 deməkdir. Burada bölmə əməli var. Bölmə əməli olur vurma. Mən tərsinə çevirib yazırsam. Yəni x plus 1-i yazıram aşağıdan. Surətdəki x kvadratı çıxılsın 2x çıxılsın 1-də x minus 1-in kvadratıdır. x minus 1, x minus 1-in kvadratı. Yuxarıdakı x minus 1-in kubu ilə ixtisar gedir. x plus 1, x plus 1 ilə gedir. Alınır 2-də 1, yəni 0,5. Uyğun tərəfləri paylı olan iki bucaqlardan biri o birinin 80%-dir. Yəni bucağın biri x-dırsa, o birisi 0,8x-dir. Danışmışdıq ki, uyğun tərəfləri paralel perpendikulyar olan bucaqların cəmi ya 180 dərəcədir, ya bərabərdir. Bizdə bərabər ola bilməyəcəyi üçün cəmi 180 dərəcədir. Bərabərdir 180, x bərabərdir 180-i bölürük 1,8-ə, bərabər olur 100-ə. Deməli, bucağın biri 100, o birisi də 180 çıxılsın 100, yəni 80 bizə böyük olan bucaq lazımdır, o da 100 dərəcə. Bu ifadədə 3 vurulsun 5 üstü x, deməli 3 vurulsun 5 üstü x üstə gəlinsin, 5 üstü x vurulsun 1, mən bunu ayırıram 5 üstü 1 bərabərdir 200. 5 üstü x-i vuruq çıxardırıq, qalır 3 üstə gələk 5 bərabərdir 200. Deməli 5 üstü x vurulsun 8 bərabərdir 200. 5 üstü x bərabərdir 200-ü 8-ə bölürəm eləyir 25 və x də bərabər olur 2-yə, çünki 25 5 üstü 2 deməkdir. Deməli tənliyin cavabı 2-yə bərabərdir. Baxırıq z bir ədədinə, qoşma kompleks ədədlərdir. Z1 bərabərdir. i üstü 5, i üstü 4 vurulsun i deməkdir. i üstü 4 1-dir. Deməli bu 9x olacaq. O tərəfdə də z2 isə artıq uşaqlar imtahandan çıxır. Mən də qaçmalıyam şagirdlərimin yanına. O tərəfdə isə y üstə gələk 6i üstü 35 bizdə verir. Deməli, i üstü 35 4-ə bölməliyəm. i üstü 32 vurulsun, i üstü 3 yazmalıyam. i üstü 3 bizə verir mənfi i-ni. Deməli, olur 6, bura çıxma yazılmalıdır. Çıxılsın i-ni. Deməli, qoşma kompleks ədədlər olduğu üçün 9 ilə 6 bir-birinə bərabər olmalıdır 9x-la. Bunun da həqiqi hissəsi 0-dır. Deməli, y bərabərdir 0-dır. X də bərabərdir 9x bərabərdir 6-ya. X də bərabərdir 3-də 2-yə. Deməli, y-ım 0, x-ım da 3-də 2-dir. Növbəti sualı yazmayıb sizin üçün oxuyacağım. Deyir ki, aksiyalında hər sırada yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli, sıra və yer. Hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Sıraların sayı x-dırsa, yerlərin sayı 8 vahid çox. Yəni, x üstə gələk 8-dir. x üstə gələk 8. Bu zaldakı yerlərin ümumi sayı 384-dür. Bildiyimiz kimi sıraların sayı yerlərin sayına vurulur, bərabər olur 384-də. Biz bunu açıb diskriminantlarını işləyə bilərik, amma vuruqlarını da ayıra bilərik. 384-ü bölürəm 4-ə, eləyir 90, deməli 36, 24, 96. 96-nı təzdən bölüm 4-ə görün burada nə alınır. Orada da alınır 24. 16 və 24. Deməli 16-dır. 16 üstə gələk 8. Deməli 16 dənə sıra var. 24 dənə də yer var. Bizə deyir ki, sıraların sayı bərabər olacaq 16-ya. Növbəti sualımız bir dənə düz bucaqlıdır.
Deməli, bir dənə düzbucaqlı verib, bu düzbucaqlının diaqonalını çəkib və buradan da hündürlüyünü çəkib. Deyir ki, buradan hündürlüyə qədər məsafə 9-dur, digər tərəfdən də 16-dır. Bizdən düzbucaqlının sayəsini soruşur. Mən birinci buradan hündürlüyü taparam. H kvadratı bərabərdir 9 vuraq 16, H bərabərdir kök altında 3 vuraq 4, yəni 12. Hündürlüyü 12 olduğuna görə üçbucağın sahəsini taparım. Ya da bundan əlavə bizə verilib ki, düzbucaqlının sahəsi diaqonal vurulsun, həmin diaqonala çəkilmiş hündürlüyə bərabərdir. Yəni 25 vurulsun 12, 50 vurulsun 3 sahə bərabərdir 150. Videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın. Part 3 üçüncü hissəyə gələcək.